Salam, hər vaxtınız xeyirli olsun, sayğıdəyər 14 TV televiziyasının izləyiciləri. Bir daha sizlərlə görüşə gəldiyimiz üçün çox şadıq. 14 TV-nin efirində Misra verilişinin növbəti proqramı ilə qarşınızdayıq. Bu günlər İslam aləmində qəmli, matəm günləri sayılır. Və əlbəttə ki, bildiyiniz kimi Muhərrəm ayında Həzrət Peyğəmbərimizin ciyər güşəsi, əziz nəvəsi İmam Hüseyn əleyhissalamın və onunla bərabər onun övladlarının, dostlarının, yar ənsarlarının şəhadətə çatdığı bir aydır. Doğrudan da qəm dolu bir aydır. Və qeyd etmək yerinə düşər ki, xüsusilə Azərbaycan xalqı məhərrəmlik ənənələrini neçə yüzilliklərdir ki, qoruyub, saxlayır, davam etdirir və gələcək nəsillərə ötürür. Və xüsusilə məhərrəmlikdə məxsus əməllər var ki, o əməllər həqiqətən də xalqımız tərəfindən xüsusi şəkildə icra olunur. Şadlıq məclisləri artıq keçirilmir. Hər kəs bu ayda imamın və onun balalarının əzasına məşğul olur. Məhərrəmlikdə məclislər qurulur. Və bu günlər münasibətilə xüsusilə qəlbində Əhl-i Beytə sevgi olan, İmam Hüseyn əleyhissalama sevgi olan hər bir kəsə başsağlığı diləklərimizi çatdırırıq. Allah İmam Hüseyn əleyhissalamın bu dünyada ziyarətin, axirətdə şəfaətin hər birimizə nəsib eyləsin. Və studiyamızda bu qəmli günlərdə qiymətli qonaqlarımız var. Mən zaman itirmədən əziz qonaqlarımızı sizə təqdim etmək istəyirəm. İlk qonağım ilahiyyatçı alim Hacı Əlizaman Əliyev. Hacı, xoş gördük. Salamünaleyküm. Siz də xoş gördük. Bütün Əhl-i Beyt aşiqlərini, İmam Hüseyn ağanın aşiqlərini salamlayıram. Allah Teala o Həzrətin ziyarətini, axirətdə şəfaətini hamımıza nəsib. Hacı, təşəkkür edirəm sizə bu qəmli günlərdə iştirakınızla studiyamızı zinətləndirdiniz və əlbəttə ki, bu matəm günləri münasibətilə də sizə də başsağlığı diləklərimi çatdırıram və növbəti qonağıma keçid alıram. Növbəti qonağım Əhl-i Beyt məddahı Əli Əbbasidir. Əli bəy, siz də xoş gördük. Siz də salamlayıram. Mən də öz növbəmdə Hacı dəyərli qonağımız, ilahiyyatçımız Hacı Əlizaman qardaşımızı və bizi izləyən hər bir kəsə salamlayıram. Allah bizləri Əhl-i Beytin bu dünyada ziyarətindən, qiyamət və axirətdə şifayətindən bir nəsib eləməsin inşallah. Təşəkkür edirəm Əli bəy. Mən də xüsusilə gəlib bu verilişdə iştirak etdiyiniz üçün, vaxtınızı ayırdığınız üçün təşəkkürümü bir daha bildirirəm sizə. Məhərrəmdir xanım Zeynəb əzası, bizi səslir Hüseynin Kərbəlası. Yolu bağlı qalıb düşmən əlində, daha zəvvarının yox səs sədası. Bugün Kərbəla viran olubdur, Hüseyn öz qanına qəltan olubdur. Ana, oğlun şəhid oldu mübarək, şəhadətlə səid oldu mübarək. Rumuzi cənnəti tapdı, ta səndən cəhənnəm naümid oldu mübarək. Bugün Kərbəla viran olubdur, Hüseyn öz qanına qəltan olubdur. Bəli, Hacı, dahi şairimiz, mərhum şairimiz Seyyid Məhəmməd Hüseyn Şəhriyarın bu beytləri ilə istədim verilişimizə bir xüsusi bərəkət qatım və elə belə deyək, məhərrəmlik ayında məxsus ayinlər var ki, məhərrəmliyin adət-ənənələrini qoruyub saxlayan, qeyd edən insanlar bu əməllərdən belə deyək, istifadə edir. Onlardan da təbii ki, qeyd etmək yerinə düşər ki, şeirləri, mərsiyələri, nohələri, rozələri qeyd etmək lazımdır ki, bu ayda insanlar
içlərində, daxillərində olan qəmi müsibəti təbii ki, şeirlə, səslə, avazla dilə gətirməyə çalışırlar. Və zaman keçdikcə də bu qeyd etdiyim xüsusilə mərsiyələr məhərrəmliyin bir atributlarından birinə çevrilib. Elə bu sualla istəyirəm sizə müraciət edeyim, Hacı. Mərsiyə, nohə, rozə nə deməkdir və bunların yaranmasına səbəb nə oldu? Buyurun. Bismillahirrahmanirrahim. Esselamu alel-Hüseyin ve ala Ali ibn-el-Hüseyin ve ala evladil-Hüseyin ve ala ashabil-Hüseyin. Məhərrəm ayının başlanması münasibətilə bütün İmam Hüseyin əleyhissalamı sevənlərə, Əhl-i Beyti sevənlərə təsliyyət deyirəm, başsağlığı diləyirəm. Allah Teala Əhl-i Beyt əleyhissalamın hörmətinə, ağamız İmam Hüseynin ehtiramına, onun yolunda canını fəda edən şəhidlərin hörmətinə bizim də əməllərimizi ali dərəcədə hamımızdan qəbul getirsin və şəhidlər sərvərliklə axirət günü bizi məhşur eləsin. Qəşəng sualdır, gözəl. Bizim Azərbaycanın deyərdim ki, tarixinin ayrılmaz hissəsidir bu nohə, mərsiyə, rozə janrı. Ərəb dilində mərsiyə sözün tərcüməsi, yəni insan öz əzizinin itkisinə yazdığı şeirə deyirlər. Orada qəmli nöqtələrə toxunulur. Və bu mərsiyənin də tarixi, bu hüzünlü şeirlərin yazılman tarixi İslamdan öncəyə qayıdır. Öncədən, misal üçün, tanınmış qəhrəmanlar barəsində, padşahlar barəsində, ümumiyyətlə bir adam əgər sevibsə, onun ayrılığı üçün yazdığı şeirlərdir. Orada qəmi, qüssəni, ayrılığın həyəcanını orada şair öz misralarında əks etdirib. Sadəcə zaman gəldikcə, məxsusən də Peyğəmbərin əziz nəvəsi İmam Hüseyin əleyhissalamın şəhadətindən sonra bu şeirin bu hissəsi, bu ədəbiyyatın bu janrı təkmilləşməyə və puxtələşməyə başladı. Və bunun da inkişafında imamlarımızın belə öz müstəsna rolu olub. İmam Musa Kazım əleyhissalam, İmam Sadiq əleyhissalam, İmam Baqir əleyhissalam, İmam Rıza əleyhissalam və o biri imamlar həvəsləndirirlər şairləri ki, Kərbəla müsibətini qələmə alsınlar və onlara ənam verirdilər və təşəkkürlərini bildirirdilər və hətta verdiklərini bu yolda az bilirdilər. Deyirdilər ki, bağışlayın ki, siz bundan artığına layiqsiz. Biz bazardığımız qədər çalışdıq ki, qarşında sizə bir mükafat verək bu dünyada. Mərsiyə geniş bir anlamdır. Amma mərsiyənin içərisində nohə janrı deməli, hicri təqvimindən götürəndə hicrətin 9-cu əsrində, məxsusən də Səfəvilərin zamanında bu artıq puxtələşməyə başladı. İnkişaf eləməyə başladı. Bu nohə də janrı belədir ki, həmin şeirlər sinəzən qaydasında, yəni nohənin biri məlahətli səslə, yanıqlı səslə o şeiri, deyə mərsiyəni oxuyur və cəmaat da ya onun bir yerdə həmin vacirəni, biz vacirə deyirik də, məsələn, yer var ki, onlar şahbeyt deyirlər. O vacirəni, o mərsiyənin ilk bəndini, ilk iki misrasını cəmaat da o oxuyanla bir yerdə təkrarlayırlar və eyni xüsusi ölçüdə, xüsusi qaydada, xüsusi deməli səliqəli formada ona biz sinəzəndir, yəni sinəyə əl vurmaqla qəm-qüssəni buna nişan verməklə ya dizə vurmaqla bu mərsiyə oxunur. Yəni həmin yazılan qəmli şeir oxunur. İndi inşallah Əhl-i Beyt məddahı, əziz qardaşım Əli də bizim cavan məddahımız, Nohə xanımız inşallah, o da inşallah oxuyacaq. Görəcək ki, o, yəni onun hansı qaydada cəmaatımızın yaxşı bu barədə məlumatı var. Sadəcə bilməyənlərdə bu barədə məlumatı olar ki, o şeiri artıq nohə qəlibində, yəni ölçülər üstündə o mərsiyəni oxumaq, o janrı oxumaq. Yəni belə desək, bizim el dilinə desək, ritm üstündə oxumaq deməkdir. Deməli, rozə mövzusu da ki, rozə və rozəxanlıq, Rozətü Şəhəda kitabının müəllifi
Molla Kaşifi Hicrətin 10-cu ilində yaşayan deməli İslam alimlərindəndir. O həmin kitabı deməli İmam Hüseyn ağa müsibətini qələmə alıb və o kitabdan oxuyana da Rovza xan, Rovza kitabından oxuyan şəxs kimi dilimizə düşüb. Artıq da Rovza deyəndə hamı da o kitabı nəzərdə tutmur. Artıq yəni oxşama, sakit, aram dil, yəni onu bir formada oxuyur ki, hamını qəmə, qüssəyə boğur, göz yaşı axıdır. İnşallah bir istəyərdim indi inşallah mən damız həm bir mərsi oxuyar, həm də qısa bir Rovza əgər imkan olarsa, o Rovzadan inşallah söhbətimiz üçün də yəni üst-üstə düşsün inşallah daha da aydın olsun. Rovza xanlıq deməli, Rovza xanlıq, Mərsiyə və Noha xanlıq deməli ən puxtələşən vaxtı Səfəvilərin dövründə, Şah İsmayıl Xətainin dövrünə təsadüf eləyib. Çünki artıq Azərbaycan o zaman Əhl-i-Beyt diyarı idi və burada belə desək Şiəliyin yəni ən inkişaf eləyən dövr idi. Məhz bu səbəbdən də bunlara böyük diqqət olunurdu. Noha xanlıq artıq deməli bir sənətə çevrilmişdi onların zamanında. Noha xan ayrıca bir sənət nümayiş etdirən bir şəxs kimi məclislərdə hörmətlə, hətta saraylara və həmçinin də evlərdə, təşkiyələrdə və məscidlərdə onlara xüsusi yer verirdilər. Necə ki, Quran qarilərinə xüsusi yer verirdilər, onlara da ayrıca bir yer verirdilər. Aydındır Hacı. Təşəkkür edirəm. Həqiqətən də qiymətli məlumatlardır və düşünürəm ki, bizim izləyicilərimiz üçün də bu yəni bu dediyimiz bu məsələlər barəsində məlumat əldə etmək həqiqətən də çox xeyirli bir şey oldu. Gözəl bir mənəvi bir deməli bir bərəkət oldu. Hacı, xalqımız illərdir ki, Məhərrəmlik ənənələrini qeyd elədiniz və təbii ki, misallar çəkdiniz. Bunun əsası bir xeyli belə deyək, bundan bir neçə yüzilliklərə dayanır. Ümumiyyətlə Hacı, Məhərrəmlik bizim xalqımıza ümumiyyətlə gəlişi bir təbii ki, xüsusi əhəmiyyətli hadisədir. İstəyirəm bu barədə məlumat sizdən əldə edək ki, yəni Məhərrəmliyin gəlişi ümumiyyətlə Azərbaycan xalqı üçün nə deməkdir? Və yaxud belə deyək, belə sualı biraz da dəqiqləşdirsək, Məhərrəmlik, yəni artıq əvvəllərdə Məhərrəmlik ayının, belə deyək, Aşuraya artıq sayılı günlər qalıb. Yəni bu zamanlarda xalqımız Məhərrəmliyin ehtiramını necə qoruyur, saxlayır və illərdən bəri bu yəni əməllər necə icra olunur? Xahiş edirəm bu barədə də məlumat verərdiniz. Azərbaycanın milli mənəvi mədəni irsinin ayrılmaz hissəsidir Məhərrəmlik. O deyirlər, milli mənəvi dəyərlər Azərbaycan xalqının ayrılmaz bir hissəsidir, belə desəydim. Yəni, əgər Məhərrəmliyi bizim ədəbiyyatdan, şeiriyyatdan, müxtəlif deməli mövzulardan biz onu ayırsaq, tariximiz boş qalar. Yəni, ümumiyyətlə, bizdə böyük bir boşluq yaranır. Azərbaycan xalqının da Əhl-i-Beytə olan məhəbbətinin bariz nümunəsidir. Azərbaycanda keçirilən Məhərrəmliklər, Aşura səhnəsi. Tarixi çox qədimə qayıdır. Əlbəttə ki, bu Kərbəla müsibəti deməli, Peyğəmbərin vəfatından çox uzun il yox, təxminən bir 50 il sonra baş verən bir hadisədir. 50-51 il keçəndən sonra İmam Hüseynin başına bu müsibətlər gətirildi. Amma ondan bəri Əhl-i-Beytin balalarının Azərbaycana müraciət eləməsi, məxsusən İmam Rıza əleyhissalamın dəyərli, əzəmətli bacısı, Fatimə sonra sayılan, ləqəbi Həkimə xanımı olan, məşhurlaşan Həkimə xanıma Azərbaycana gəlməsi, bir daha Azərbaycanda Əhl-i-Beytə olan eşqi bir ilsə min elədi. Və bu səbəb oldu ki, məsumlarımızın bizə tövsiyə etsi ki, bizim Əhl-i-Beytimizin tərəfdarı, bizim şiələrimiz, bizim şad günümüzdə şad olurlar, qəmli günlərində bizim qəmlərimizlə qəmlənərlər, qüssəli olarlar, narahat olarlar, kədərlənərlər. Bu xalq elə o fitrətdən olan
daxildən gələn o məhəbbətin nəticəsində İmam Hüseyn əleyhissalamın əzan mərasimini təntənəli qeyd ediblər. Özü maraqlıdır ki, Azərbaycanın müxtəlif bölgələrində özünə məxsus adətləri var. Yəni deyim ki, standart misal üçün Bakının adəti ilə misal üçün məsələn deyək Lənkəranın adəti müəyyən yerlərdə fərqlidir. Ya Ağdamda fərqlidir. Müxtəlif yerlərdə Gəncədə fərqlidir. Yəni bu tarixi deməli bağlılığı var, kötüyü var bu işin. Yəni qədimliyi var və xalq çalışıb hər bir məhəbbətlə, bir eşqlə bunu izhar eləsin, yəni səhnələşdirsin, göstərsin. Yadınızda da uzun illər öncə biz Kəbala Oktay qardaşımızla da Ravilərin Görüşü adlı tamaşamız oldu. Şəbih çıxartmaq bunu deyərlər, yəni səhnələşdirmək. Yeri gəlmiş ki, Hacı, o şəbih barədə də bir məlumat verərsiniz elə söz şəbihdən düşmüşkən. Şəbih sözünün ərəblə tərcüməsi, yəni bir kəsin oxşarını çıxartmaqdır. Kərbəla hadisəsinin baş verməsini müəyyən şəxslər obrazlarla onu göstərilə bilir. Məsələn, Yezid rolunu oynayır biri, İbn Ziyad rolunu oynayır biri, Şəmir rolunu oynayır biri, İmam Hüseyn, Əli Əkbər, Xanım Zeynəb. Bu rolları bir nəfər onu canlandırır və səslə, nalə ilə, hüzünlə o səhnəni tamaşa surətində xalqa çatdırır. Çox təsirli bir şey olub. İnanın ki, mənim heç yadıma çıxmaz. İlk Ravilərin Görüşü adlı bir tamaşa ki, ilk dəfə uzun illərdən sonra, 70 ildən sonra belə desək, onu səhnələşdirmək. Əlbəttə, hamı bilir ki, 1 saat, yarım, 2 saatlı bir tamaşanı hazırlanması üçün rahat bir ay vaxt tələb olunur. Bir ay dayanmadan zəhmət çəkmə məşqlər nəticəsində ki, nə ki 2 saatlıq bir dənə tamaşa yəni tamaşaçılara təqdim edəcək. Çox çətin bir. Amma İmam Hüseyn əleyhissalamın o məhəbbət bütün ağırlıqla, yorğunluqları çıxardır adamın canından. Adam sevgi ilə oynayır. Heç təmənnasız edir o işi. Sevgi ilə onu səhnələşdirir. Orada bu bizim tarixən 100 illər öncə bu davam eləyən adətimiz idi. Sovet hakimiyyəti gəlməmişdən öncə mən buradan da elə Hacı Sultana da salamlarımı çatdırıram. Hacı Azərbaycan Dərvişlər və Rozaxanları adlı bir kitab yazıb və orada böyük araşdırma aparıb. Orada hətta mən oxudum ki, Qarabağımızda, Şuşada deməli Seyyid Əmi şəbihlər çıxardıb. Aşura günü İmam Hüseynin mərasimini səhnələşdiriblər, oxuyublar. Biri məsələn İmam Hüseynin səhnələşdirib, biri Əli Əkbər ağanı səhnələşdirib. Yəni o adət bizim əvvəlcədən var və bu nə təkcə Azərbaycanda. Müsəlman ölkələri İraqda, qonşu İran ölkəsində, müxtəlif o Əhl-i-Beyt diyarında olan ölkələrdə bu səhnələşdirilir. Dünya səviyyəsində olan bir şeydir. Sovet dönəmindən sonra da həm də olsun Allaha yavaş-yavaş da olsa, müəyyən zamanlarda olsa bu qısa formada olsa səhnələşdirildi. Bundan da əlavə, şəbəhdən əlavə bizim bir məhərrəmlik ilə bağlı özümüzə məxsus bir yeməyimiz var. Ki ona biz hədi deyirik. Bu hədi sırf Aşura ilə Aşuranın qəmli qüssəsi günündə verilən ehsanatdır. Özü xüsusi Hacı ingredientlər ona əlavə olunur. Bəli. O dənli bitkilərlə hazırlanan bir yeməkdir. Bəli. Onlardan hazırlanır. Hazırlanması da asaddır, biraz vaxt aparan şeydir. Bir neçə saata hazırlanır. Sadəcə yəni bu Aşurayın süfrəsi məxsusdur. Məsələn mən deməli Rusiyada Pitergorsk şəhərində məhərrəmliyə dəvət aldığım zaman mən orada Əfqanlıların deməli məclisində iştirak elədim. Aşura üçün bizi dəvət elədilər. Onlar Aşura günü süfrə firni verirlər. Onlar da firni verirlər. Maraqlı bir şeydir. Aşuranın yeməyidir. Onlar Aşurada firni, yəni şirnidir, adı firnidir biz deyirik də. Firni verirlər. Yeri gəlmişkən Hacı, bizdə də bəzi yerlərdə, bəzi yəni zonalarda deyək ki, firni Aşura günündə firni bişirirlər. Mənim xəbərim yoxdur. Bəli. Mən üçün yeni bir. Bəli. Hə, amma bizdə əsas məşhur olan bizdə hədi idi də. Yeməyimiz, sonra ondan sonra məhərrəmlik vaxtı xüsusən də misal üçün İmam Hüseyn əzadları səhəsində şərbət paylamaq və şərbət paylayarkən İmam Hüseynin qatillərinə lənət göndərmək, Peyğəmbər ailəsini tərif etmək, Nuşi İmamət, Yezidə. Bəli, xüsusi ifadələr yaranıb. Bəli. Həsən Hüseyn, ya Allah, Yezidə lənətullah, cəmaatı bunu yəni səsləndirməsi. Sonra Kərbəla cinayəti törədənlərin
qədimdə indi çox təəssüf ki, bəlkə də varsa nadir hallarda indi istifadə olunur. Amma əvvəllər belə idi ki, xüsusi bizdə həm salavat deyənlər var idi və həmçinin o Kərbəla cinayəti törədənlərin bir adlarını deyənlər var idi. Yüzlərlə adlarını əzbərləyib bir nəfər. O biri deyirdi, cəmaət də deyirdi, lənətullah. Hamısını bir adlarını İbn Ziyadı sayırdı, Şimri deyirdi, obruslar deyirdi. Yəni mən 5 dənəsini verirəm, o 100 dənəsini əzbər bilirdi. Tarixdən əzbərləyib və xalq da ona öz nifrət və lənətlərini, qəzəblərini göndərirdi, bəli. Sonra ondan da əlavə məhərrəmlik məclisləri ümumiyyətlə yerdən yerə fərqlənir. Yerdən yerə fərqlənir. Ehsanatlarına görə yendirəm fərqlənir. Məsəl üçün, misal deyək də, Dərbəndimizdə bir başqa cür adətdir. Məhərrəmlik adəti, yəni bilirsiniz. Bakının özünün bir başqa cür adəti var. Ələm gəzdirmək var. Ələm də ki, Kərbəladan yadigar Əbülfəzl Abbasın ələmi bu rəmz mənasında. Yəni əli mənasında deyilmi? Çünki o bayraqda mən yadımdadır, məsələn, uşaq ikən bizdə o bayrağın üstündə əl şəkli də var idi. Şimsənə deyirdi. Bəli, bəli. Orada rəmzdə Allah, Muhammed, Əli, Fatimə, Həsən, Hüseyn bunların deməli bunların rəmzi orada canlanır. Çünki biz bilirik ki, Allah Teala ən sevimli bəndələrinə xatir Həzrət Adəmin tövbəsini qəbul edir. Bunlara xatir Allah Teala böyük bəlaları o biri peyğəmbərlərdən biz uzaq eləyib. Hədislərdə gələn. Mən də o barədə mövzu keçmək istəmirəm. Sonra misal üçün bizim cəmiyyətimizin belə bir məhərrəmlik gələndə hətta namaz qılmayan və əyri işlərlə məşğul olan adamlar da məhərrəmliyə aidi artıq o pis vərdişlərini kənara qoyurdular. Fikir verir, məhərrəm səfər ayında ər çəkirdilər. Hələ köhnədən biri var idi, yəni bu cəmaatın xüsusi məhəbbəti indi düzdür, indi tamam başqa cür olub, təkmilləşib deyə belə desək, baxışlar. Son dövrlərdə. Televizyon üstü parça atırdılar. Ki bu məhərrəmdə o televizor baxır. Sabundan istifadə eləmirdilər hacı. Belə bir şey, çox maraqlı. Bəli, və məsələn, mənim yadımdadır, bizdə məsələn Qubada rəhmətli nənəm məsələn, yəni sabundan istifadə eləməzdi, çox belə bir qəribə, yəni ki, saçlarına rəng qoymazdılar. Bəli, tamamilə. Hacı, bayaqları bu məsələyə toxundunuz, sizdə səthi də olsa, mən də istəyirəm bu məsələni xüsusilə ön plana çəkim. Düzdür, təbii ki, şəri baxımından, yəni şəriətimiz bizə qadağa qoyduğu məsələn əməllər ki var, onlardan da spirtli içkilərdən, alkoqollu içkilərdən istifadə eləməkdir. Bu ümumiyyətlə yəni nə bir ay, 2 ay zaten yəni bu haramdır hər bir zamanda. Amma buna toxunmaq yerinə düşər ki, xalqımızın yəni bəzi o kəsimləri ki var idi, bəzi təbəqələri ki, onlar məsələn hansı ki aludəçilikləri var idi spirtli içki qəbul eləməyə, amma o 2 ay müddətinə Məhərrəm Səfər ayını o içkilərdən uzaqlaşırdılar. Bəli, hətta şadlıqla toy eləmək və müəyyən yerlərdə də məsələn çox təəssüf ki, orada məlumatsızlıq deyərdim. Azərbaycan elə xırda yerləri var ki, onlar məhərrəmlikdə toy eləyərdilər. Artıq da bilmirəm, başlarına gəlib bəlkə müsibət gəlib, narahatçılıqlar yaşadıqlarına görə onlar da artıq bilirlər ki, artıq bu işləri görmək heç yaxşı işdir. Həmişə artıq zənginli axudlarımıza. Misal üçün məhərrəmlik haçan başlayır, haçan qutarır və o şənlikləri həmin günləri tarixi salmırlar. Hətta bir qeyd deyim ki, ondan sonra keçid alaraq bizim dəyərli Əhl-i Beyt məddahı inşallah öz gözəl səsi ilə studiyamızı zinətləndirər. Məsələn, bəzi bizim bölgələrimiz var ki, xüsusilə məsələn mənim özüm olduğum şimal zonası, burada təbii ki fərqli məzhəblər olsa da belə, amma hamının bir ehtiramı var idi. Yəni Məhərrəm ayında heç kim yəni toy eləmirdi. Xüsusilə bu İmam Hüseyn əleyhissalamın yəni şəhadəti günlərini xüsusi özəlliklə gözləyirdilər və əlbəttə ki İmam Hüseyn əleyhissalam hamının yəni imamı sayılır. Yəni əgər Həzrət Peyğəmbərimizin nəvəsidirsə, deməli bütün fərqi yoxdur. Yəni məzhəbindən asılı olmayaraq, yəni burada xüsusi bir ideoloji baxış tərzindən asılı olmayaraq, yəni əgər İslam dininin tərkibində İslam dinini qəbul edən insandırsa, deməli o İmam Hüseyn əleyhissalama
xüsusi bir sevgi bəsləməlidir. O sevginin təbii ki, əsas xüsusiyyəti sevginin əsas bizə aşladığı məsələ, yəni quru-quru sevgi deyil, yəni dildə, təkcə dildə deyilən. Yəni o sevginin bərabərində bir hörmət də yəni olmalıdır ki, bəli, mənim əziz peyğəmbərimin nəvəsi bu ayda şəhid olub və mən onun ehtiramını saxlayıram. İnşallah söhbətimiz davam edəcək Hacı. Mən keçid alıram bizim dəyərli Əhl-i-Beyt məddahımız bu qəmli günlərdə əlbəttə ki, o da səsi ilə, avazı ilə o qəmin yansımasını bizə inşallah nümayiş elətdirsin. Qəlblərimizi də aparaq o müqəddəs məkanlara, hansı ki, imamımızın şəhid olduğu yerlərdir, məqamlardır, Kərbəla. Allah qəlbində, ürəyində arzu olan hər bir kəsə Kərbəla ziyarəti nəsib eləsin. Ey adı dillərdə raiç, şöhrəti Babel həvaiç, Ağacan şöhrəti Babel həvaiç, kim dəxil oldu qapından, dərdinə aldı rətayız, Ağacan dərdinə aldı rətayız. Zülkərəyəm sən cədaya, Yəbnə Heydər, Yəbnə Heydər, İstərəm kər bu bəlamən, Ya Əbəl Fəz, Ya Əbəl Fəz, İstərəm kər bu bəlamən, Ya Əbəl Fəz, Ya Əbəl Fəz, Sailə lütfi fəravan edən Əbbas ağadır. Sailə lütfi fəravan edən Əbbas ağadır. Şiənin dərdinə dərman edən Əbbas ağadır. Ay düşənmiş ilə özgə qapıya getməyəsən. Ay düşənmiş ilə özgə qapıya getməyəsən. Bunu müşkili asan edən Əbbas ağadır. Hüseyin can Hüseyin, Hüseyin can Hüseyin, Hüseyin can Hüseyin. Mən başa yetirdim dəxi peymanımı yarab. Eşqində töküblər su kimin qanımı yarab.
Əkbər kimi məhvara cavanımdan əl üzdüm. Oxlandı balam əllərim üstə yenə dözdüm. Allah hər bir ox bir sinədə 4000 kərə düzdüm. Səsləndi nə qədr olsa xəridarəm ilahi. Öz eylədiyim əhdimə peymanəm ilahi. Yaralı can yaralı qanına gəl tan yaralı. Bu nə aləmdir Hüseyin, sən yaralı, mən yaralı. Başın üstündə dünən burada keş çoxdur. Məqdəlin gördüm özüm, dorəsinizə oxudu. Hüseyin ki bu keçən gün bu qədər, bu sıxır yerdə keçən gün bu qədər daş yoxdur. Baxıram hər daşa əl qandı yaralı yaralı. Yaralı can yaralı, qanına gəl tan yaralı. Bu nə aləmdir Hüseyin, sən yaralı, mən yaralı. Allah razı olsun bir daha həqiqətən də Kərbəlayı Əli gözəl bir ifa səsləndirdi. Bayaq da bu məsələyə toxunduq. Hacı biz ümumiyyətlə klassiklərimizə baxırıq, Məhərrəmlik barəsində yazıb. Bizim xanəndələrimiz, yəni bu məktəb də bizim belə deyək də, xüsusilə Azərbaycan incəsənətində bir xüsusi yeri olan bir məktəbdir. Bizim xanəndələrimiz, yəni mən eşitdiyim, bildiyim qədərilə deməli Cabbar Qaryağdıoğlu, Seyid Şüşinski, Xan Şüşinski və biraz irəliyə gəlsək bizim mərhum xanəndəmiz Hacı Baba Hüseynov, bildiyimiz kimi Hacı bunlar mərsiyələr oxuyublar. Hətta Yaqub, mərhum Yaqub. Bəli, mərhum. Lenti də, bəli, gözəl vurğuladınız. Yəni təkə məclislərində mərsiyələr oxuyublar. Hətta deyərdim ki, məsələn, xanəndəlikdən öncə bunların elə ilk ifa etdikləri mərsiyələr olub. Çünki biz də elə Hacı bu mühitdə böyümüşük də, yəni uşaqlığımızdan gözümüzü belə deyək, elə atamız əlimizdən tutub, məscidə aparıb. O məsciddə biz deməli mərsiyəxanları, qədimdə ağsaqqallar var idi. O böyük kişilər hansı ki, Allah onlara rəhmət eləsin. O ənənələri bizə ötürüb də, yəni gənc nəsil ötürüb. Biz onların mərsiyələrini Hacı dinləmişik. Sağ olsunlar, bizə də şərait yaradıblar. Yəni bugün əgər Hacı Əlizaman olubsa, məsələn, Oktay olubsa, Əli bugünkü gündə yəni bir Əhl-i-Beyt məddahı olubsa, təbii ki, onların bizə yaratdıqları şəraitdə. Allah sizin valideyninizə, Hacı Rasim kişiyə də rəhmət eləsin. Ot kökü üstündə bitər Hacı. Yəni, onlar bizə bu yolu təlqin elədilər, bu yolu öyrətdilər. Təbii ki, məcbur eləmədilər. Yəni, bəzən bu barədə də söhbətlər olunur. Xeyr, biz yəni sevmişik, sevgi bəsləmişik. Biz əcdadlarımızın yolu ilə
getməyə çalışmışıq. Yəni bu bizim qanımızdadır, hacı, canımızdadır. Amma bəzən görürsən ki, haqsız şəkildə irad bildirirlər. Yəni o irad bizə deyil, bizim tariximizədir, mədəni irsimizdədir, düzdür? Bir mənalı olaraq, bir mənalı şəkildə biz bunu bu şəkildə qeyd etməliyik. Niyə məsələn sinə vurursunuz? Yeri gəlmiş hacı bu barədə danışarsınız, biz məsələn özünüzü döyürsünüz və sair belə fikirlər. Yəni biz sinə vurmaqla yəni məna, hansı mənanı ifadə etməyə çalışırıq? Nəyi yansıtmağa çalışırıq hacı? Siz yerdə qalmısınız, nə bilim, cəmaat Marsa gedir. Bəzən görürsən ki, özü Azərbaycanın məsələn bir çox bölgələri var da, olduğu məkandan heç bəlkə də bir 100 kilometr uzaqlaşmayıb. Amma adam Marsdan danışır. Sual verəndə Mars barəsində, yəni sən özün yəni Mars barəsində hansı məlumatın var? Yəni bəlkə də heç o Mars barəsində bir məlumat da yoxdur. Yəni bu tipli belə fikirlər səsləndirilir. Bunlara hacı bizim cavablarımız nə olar? Əlbəttə bu mövzunun barəsində geniş danışmaq olar. Çünki bu yəqin ki bir verilişiniz olacaq sırf belə buna bağlı. Bununla bağlı olsun. İradlar və onun cavabları, bu şübhələrə cavablar barəsində. Mən deyərdim ki, etiraz edənlər, şübhə ilə yanaşanlar iki qismdir. Bəziləri, müəyyən qismi, bilərəkdən və qəsdən insanların mənəviyyatlarını aradan aparmağa güclərini yönəldiblər. Yəni, mənəviyyat qatilləri deyərdim bunlara. Çünki insanı bir qətlə yetirərlər, ya güllələyərlər, ya qılıncdan keçirdərlər. Bu da dəhşətli bir şeydir. Amma insanın daxili aləmini, həqiqətini, şuurunu, düşünən beynini aradan aparandan sonra o cəmiyyət zaten şeytana qulluq eləyəcək. Hə, belə insanlarda təəssüf ki var, həmişə olub. Birinci dəfə deyil, həmişə olub, var və deyərdim ki, o zaman zuhur eləyənə qədər bu şey baş verəcək. Yer üzrə ədalətlə dolana qədər bu hadisələr baş verəcək, təəssüf də eləməyək. Yəni, yeni bir şey deyil. Bunlar həmişə olub. Bunların da cavabları da var, yetərincə var. Əvvəla, o insanlar ki, bu günləri İmam Hüseyin əleyhissalamın əzadarlığını sual altına aparma fikrindədirlər. Onlar bilsinlər ki, çayın və dənizin üstündə olan bir köpüyə bənzəyirlər. Köpük aradan gedəndə, şəlalədən gələndə su köpüklü gəlir. Sonra elə ki, şəlalə sakitləşəndə, su sakitləşib axandan sonra köpük də gəlir. Onlar suyun üstündə, batil həmişə suyun üstündə olan köpüyə bənzəyir. Onlar daima olublar və gedirlər və bu tarix və bu gözəl adət, ənənə, çünki mənəviyyat və Qur'ana bağlı olan bir şeylər heç var aradan getməyəcək. Allah Teala heç vaxt əzadarlığa pis baxmayıb. Bizim dinimizdə əzadarlıq, qınanılsın belə bir şeyimiz yoxdur. Məsələn, Allah Qur'an-ı Kərimdə danışır ki, Həzrəti Yaqubdan danışanda deyir, وَبْيَضَّتْ عَيْنَاهُ مِنَ الْحُزْنِ فَهُوَ كَظِيمٌ. Qəm-qüssədən onun gözləri kör oldu. Allah deyərdi ki, Yaqub, ayıbdır sənə, yaraşmaz sənə, adam da öz balasının ayrılığına ağlayar, sənin məsumluğa xələl gələr, tövbə elə. Belə bir şeyimiz yoxdur, əsla belə bir şey yoxdur. Yəni, əza saxlamaq olub və İslamdan da öncəyə qayıdır və ağlamaq, sızıldamaq, əzzini itirən üçün insanın ayrılığında ağlamağını bu məhəbbətin rəmzidir. Deməli, bir insan əgər bir nəfərin dalıca ağlaya bilirsə, o insan onu əzizdir deyərək ağlayır və onu deməli, hələ də qəlbi daş deyil. Sərtləşməyib qəlbi onun. Sərtləşən insanda rəhm olmaz, rəhmsiz olar. O haqqın qabağında baş əyə bilməz. Əhl-i Beyt əleyhissalamın həyata baxanda görür ki, bunlar ağlamaqla, əza saxlamaqla, hətta dizlərinə, başlarına vurmaqla İmam Hüseyin əzadarlığını bizə öyrədiblər. Bunlar müəllimdirlər. Ən gözəl şeylərin müəllimidirlər. Bütün gözəlliklər Əhl-i Beytdəndir. Bütün eyiblər biz insanlardandır. Biz naqis insanlardandır. Nəfsinə qul olan insanların nəticəsindədir. Bu günahlar baş verir. Amma bütün gözəlliklərin mənbəyi Əhl-i Beytdəndir. Əzanı da Əhl-i Beytdən biz öyrənirik. Sevinci də biz Əhl-i Beytdən öyrənirik. Yəni bir düstur qoyurlar ki, o düsturun əsasında biz onlara baxıb onlardan ibrət götürürük. Əhl-i Beytə əza saxlamaq, göz yaşı axıtmaq, mərsiyə demək. Əhl-i Beyt o qədər ağlayırdı ki, mübarək saqqalları göz yaşından islanırdı. Sonra
özləri əza saxlamağa həvəsləndirdilər ki, əza saxlayın. Nə təkcə məhərrəmliyi? Bu məhərrəmlikdə öncəyə qayıdır. Misal üçün, tarixdən bir misal. Həzrəti Həmzə, Peyğəmbərin əmisi, 2 yaş özündən böyük olan əmisidir. Ən kiçik əmisidir. Həzrəti Həmzəni bilirsiniz ki, çox faciəli şəkildə, Bəni Üməyyə faciəli şəkildə, yəni Muaviyyənin anası Məlunə Hində çox belə pis vəziyyətdə onu şəhadət çatdırır. Mən də oradan danışmaq istəmirəm. Peyğəmbər Əkrəmə Həzrət Həmzənin ölüm xəbəri gələndə Peyğəmbər çox sarsıldı, çox ağladı və Həzrət Həmzədə ki, varisi yox idi. Ona görə qadınlar evdə, Mədinə xanımları öz şəhidlərini ağlayanda Peyğəmbər dedi, hamını ağlayan var, amma əmim Həmzənin ağlayanı yoxdur. Mədinə qadınlar hamısı, bir dənə bu sözü görə, hamısı Həzrəti Həmzənin evinə yığışıb ona əza saxladılar. Bunun hər şeyin tarixi var, bu bərəkətli bir şeydir. Əgər bir yerdə ağlamaq varsa, bunu məxsusən vurğulayacağım, əza varsa, bu onu göstərir ki, bir dənə dahi bir şəxs haqsızcasına qətlə getirilib və bu ağlamaqlar zülmə etirazın rəmzidir. Düşmən deyir ağlama. Düşmənin bu göz yaşlarından qorxusu var. Çünki bu göz yaşları avtomatik olaraq insanda düşmənə, bu cinayəti törədənlər nifrət və qəzəbi artırır. Necə ki biz 20 yanvar müsibətində, Xocalı soyqırımında bunu yaşamışıq. İllərdir keçir, o adamlar ki deyirlər bir ərəbə ağlayırlar, mən bunu xüsusi vurğulayacağım. Ərəbə ağlayırlar deyənlər, bizim üçün deyənlər bilsinlər ki, bu ərəbə ağlayanlar 20 yanvar hadisəsində qeyd edir, Xocalı soyqırımında qeyd edir, Azərbaycan bütün tarixi, müsibət günlərini çox təntənəli şəkildə bacardıqları qədər məscidin içərisində, Hüseyniyələrdə qeyd edirlər. İndi sözüm onlara ünvanlanır. Onlar ki, bizə ərəbə ağlayırlar deyirlər. Məhərrəmlik olanda siz hardasınız? Xocalı soyqırımı olanda, 20 yanvar hadisəsi baş verəndə ki, biz qəm qüssə yaşayanda siz haralarda vaxtınızı keçirdirsiniz? Əhl-i Beytə ağlayanlar dəyər və qiymətini bilirlər, müqəddəsliyi bilirlər, şəhidin qədrini bilir, anasının, atasının, torpağının, bayrağının qədrin qiymətini bilir. Tamamilə doğru hacı. Tamamilə doğru. Təşəkkür edirəm hacı, var olasınız. Həqiqətən də bu məhərrəmlik günlərində çox gözəl mövzulara toxundunuz, gözəl şəkildə fikirlərinizi, qiymətli fikirlərinizi bildirdiniz. Amma çox təəssüf ki, cümləmizdən bizə ayrılan vaxt artıq sona çatır. Mən inşallah sonda əziz Əhl-i Beyt məddahı Əli Əbbasidən bir ifa inşallah istəyəcəm və onunla da inşallah proqramımız yekunlaşacaq. Təşəkkür edirəm ki, bizi izlədiniz, əziz izləyicilərimiz, daimi izləyicilərimiz. Allah hər birinizi qorusun. Allah bu ayda etdiyiniz əzadarlıqları öz dərgahında ali dərəcədə qəbul eləsin. Allah sizi onun mükafatı olaraq Kərbəla ziyarəti ilə inşallah Rəbbimiz Ərbəyin ziyarəti ilə sizləri mükafatlandırsın inşallah. Bununla da artıq proqramımızın sonuna çatdıq. Sizi Allaha əmanət edirəm. Xuda hafiz. Şeş guşə qəbrə darıxmışam mənim ağam, olsun əbəl fəzlü və salam mənim ağam. Kəbbun Əbbasə darıxmışam mənim ağam, qəbri Əbbasə darıxmışam mənim ağam. Ağlayaram, dərdimi məndə Hüseynə deyərəm, qara pərçənləri görsəm öpərəm. Dərdimi məndə Hüseynə deyərəm, canım Hüseyn, dəvət et ziyarətəm gəlim Hüseyn. Bizə qismət elə beyin ol hərəmi, bizə qismət elə beyin ol hərəmi. Ağlaram hər gün qəmlərimlə mənim ağam, əllərə düşən əllərimə mənim ağam. Nökərləri və dua ilə mənim ağam,
bu bəla elə mənim ağam. Ağlayaram, dərdimi mən də Hüseynə deyərəm. Qara pərçəmləri görsəm öpərəm. Dərdimi mən də Hüseynə deyərəm. Canım Hüseyn, dəvət et ziyarətə gəlim Hüseyn. Bizə qismət elə beyin ol hərəmin. Bizə qismət elə beyin ol hərəmin. Dərgahı və mən sığınmışam mənim ağam. Əllərimdən tut yıxılmışam mənim ağam. Səndən sonra yoxdur bir kəsim mənim ağam. Çatsın ilahi sənə səsim mənim ağam. Ağlayaram, dərdimi mən də Hüseynə deyərəm. Qara pərçəmləri görsəm öpərəm. Dərdimi mən də Hüseynə deyərəm. Canım Hüseyn, dəvət et ziyarətə gəlim Hüseyn. Bizə qismət elə beyin ol hərəmin. Bizə qismət elə beyin ol hərəmin. Sadəcə olaraq onu necə baxır, necə istifadə edirsə, hansı məqsədlə istifadə edir ki, sizin bəstəkarlıq qabiliyyətiniz də var, şeir yazmaq, bir çox ilahilərin hacətinizi, yəni orada sizə deyir pislik eləyənlərə siz yaxşılıqlarla cavab verməliyiniz. Məsəl üçün yay vaxtıdır, dənizdə, orada, burada istirahət edir. Ələmdar yeganə adam idi ki, qətiyyən qoymurdu ki, biz onu imitasiya edəyik. Geçmişlerde qalıb xəyalatımız. Hələ keçmiş rəifslənir, kaş o gün bugün olaydı benden. Bu bir şeydir. Haif gedir əldən muğamatımız.